Kiber təhlükəsizlik artıq təkcə informasiya sistemlərinin deyil, milli təhlükəsizliyin əsas komponentlərindən biri hesab olunur. Rəqəmsallaşmanın sürətlənməsi yeni imkanlarla yanaşı yeni risklər də yaradır. Azərbaycanda kiber məkanda dayanıqlılığın artırılması, mövcud təhdidlərə qarşı müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar müzakirə mövzusudur. Azərbaycanda gün ərzində 100 minlərlə kiber hücum qeydə alınır. Bu göstəriciləri mövcud təhdidlərin yalnız görünən hissəsini əks etdirir. Görünməyən hissəsində isə hücumların sayı dəfələrlə çoxdur. Bu sahə 4-cü Milli Kiber Təhlükəsizlik Forumunun əsas müzakirə mövzusudur. Tədbirdə qeyd olundu ki, beynəlxalq əməkdaşlıq vasitəsilə xarici ölkələrdən qaynaqlanan kiber hücumların qarşısının alınması istiqamətində daha effektiv fəaliyyət göstərmək mümkündür. Bununla yanaşı, xarici informasiya texnologiyaları həllərindən asılılığın azaldılması üçün yerli məhsul və xidmətlərin sayı artırılmalıdır. Biz vahid dövlət ekosistemi formalaşdırmalıyıq ki, bu kiber təhdidlərlə mübarizədə hər bir qurum ayrı-ayrıda yox, birgə bir institusional şəkildə mübarizə aparsın. Düşünürəm ki, Milli Kiber Təhlükəsizlik Agentliyi də bu baxımdan irəli atılmış növbəti addımdır və Kiber Təhlükəsizlik Agentliyi xüsusilə son illər özəl sektor baxımından kiber hücumlarla bağlı olan çatışmazlığa aradan qalmasına töhfə verəcəkdir. Texnologiyalar dəyişir, təhdidlər transformasiya olunur. Lakin dövlət kiber təhlükəsizliyinin əsas prinsipi dəyişməz qalır. Yaxın perspektivdə isə kiber təhlükəsizliyə ən ciddi təsir göstərən faktor süni intellekt texnologiyalarının geniş tətbiqi olacaq. 2026-cı ilin 1-ci rübə ərzində dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kiber təhdidlərin qarşısı operativ şəkildə alınmış, zərərli trafik filtrasiya edilmiş, phishing resursları və saxta domenlər zərərsizləşdirilmişdir. Bu faktlar bir daha təsdiq edir ki, mövcud risklər artıq nəzəri xarakter daşımır. Onlar realdır, dinamikdir və davamlı diqqət tələb edir. Son 6 ayda Azərbaycan üzrə 2000 zərərli kontent yayan resurs zərərsizləşdirilib. Eyni zamanda 1.500.000-dən çox informasiya sızması aşkarlanıb və 160.000 botnet şəbəkəsi fəaliyyətinin qarşısı alınıb. İnformasiya məkanının müasir təhdidlərdən və kiber hücumlardan qorunması üçün vahid kiber təhlükəsizlik platforması yaradılıb. Hazırda 50-dən çox qurum bu platformaya qoşulub. Şəbəkənin genişləndirilməsi davam etdirilir. Rəqəmsallaşma artdıqca kiber təhlükəsizlik də dövlətlərin, təşkilatların, bizneslərin və təbii ki, vətəndaşların gündəliyində xüsusi yer tutur. Bugün rəqəmsal xidmətlərdən, elektron ödənişlərdən, bulut həllərindən və süni intellekt həllərindən hər birimiz geniş istifadə edirik. Bu imkanlar həyatımızı daha rahat etsə də, eyni zamanda yeni risklər yaradır. Artıq kiber hücumlar ayrı-ayrı informasiya sistemlərini deyil, bütöv infrastrukturları, iqtisadi prosesləri və ictimai sabitliyi hədəf alır. Azərbaycanda kiber təxribatın hüquqi tənzimlənməsinin əhatə dairəsi genişlənib. Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb. Bu sahədə ciddi nəticələrin əldə olunması hədəflənib. Bununla yanaşı Azərbaycan Qlobal Kiber Təhlükəsizlik İndeksində xeyli irəliləyib. Azərbaycan 86-cı yerdə idi 2020-ci ildə, 2021-ci ildə. 52-ci yerə gəlməsi üçün saydığım qanunvericilik dəyişiklikləri, aparılmış təşkilati işlər və texniki tədbirlər, çərçivə sənədləri, beynəlxalq əməkdaşlıq və xeyli işlər görülüb. Orada bir cümlə ilə deyib keçirik, amma keçdiyimiz ötən 6 ildə xeyli işlər görülüb. Və bu Azərbaycanın mövqeyini beynəlxalq kiber təhlükəsizlik indeksində 86-dan 52-yə 34 pillə və 52-dən yaxın günlərdə məndən öncə natiqlərin qeyd etdiyi kimi 31-ci yerə də gəlməsinə deməli şərait yaratmışdır. Hədəf isə ilk 20-yə daxil olmaq və Azərbaycanın mövqeyini qlobal indeksdə T1 səviyyəsində təmin etməkdir. Rüstəm Mikayılzadə, Ceyhun Hüseynli, İTV Xəbər.